Telefonumda hələ ki enerji var. Fürsətdən istifadə yeni görüntülər çəkmək istəyirəm. İnəklər evə gedəcəklər. Ancaq yenə də darışıblar ota. Qarşıdakı təpəyə qədər gedib orada inəkləri ayıracaq. Bizimki sola, yuxarı məhəlləninki sağa. İnəklər yolu tanıyır, bir-birini də tanıyırlar. Erkək inəklər heç vaxt başqa yerə getməzlər. Tövləni əzbər bilirlər. Bir-biri ilə vuruşmaqdan inəklərin bəziləri buynuzlarından biri yoxdur. Birdən çıxmayıbdır. Üzünün qapağı çıxıb. Ancaq ən qəribəsi bizim Şəngülümün sol boynuzudur. Onun qapazı çıxmayıb, qapağı elə bil balta ilə kəsiblər, bax budur. Necə olub oradan sınıb? Otlu dərəni buraxdıq, gəldik, yamaçda otsuz yerdə girələnir. Deyəcəklər ki, sən gətirdin də biz gəlmək istəmirdik. Güya kələ budur damazlıq. 4 qarış boyu var. İnəklərin yelini çatlayır. Hər gün tezdən yola salanda krem sürtürük yelini. Safirinki daha da çatlayır. Bəlkə də bunun ətindən nədir? Yelini eridi, qışları da yelini sürtüb. Həm qış yaralanıb, həm də yelin. Yelini balaca olsa da safir süddüdür. Ancaq elə inəklər görürəm ki, yelini tuluq kimidir. Ancaq sağında elə də süt çıxmır, hava çıxır. Bugün yağıntısız keçdi. Gün adamı yandırır. Belki de bundan hava açıldı, ayağım yengildi. Bir gündə mala gəlsəm, heç yağıntı olmayacaq. Nə vaxt ki quraq oldu, onda mala gəlməkdən imtina eləyərəm ki, yağsın. Kələmə keşir deyirlər bana. Eynən odur. Əgər erkəkləsi qanatlarını yığıb turşu da qoymaq olur. Baxın görüm, yaxınlıqda var. Göllər deyilən yer var idi, biz orada ot bitirdik. Kolxoz dərəmində. Bir yamaç var idi, hamısı ondan idi. Biz onları kəsirdik, eşirdik, bir-birinə bəndən düzəldirdik. Dərzi bağlamağa məftil əvəzi. Möhkəm olur. Çölə gedəndə çoban çolağın yanacağı budur, quru gəvənlər. Hava quraq olanda kibriti göstərməmiş alışır. Bir dənəsində də belə kilo kalori var. Bu qədər gəvən bir dənə əskər flyakasını qaynadır. Ocaq qurub çay qaynatanlar da var. Dil dodağım təpiyib, sözləri də düzgün tələffüz edirəm.
İki daş yandan biri arkadan. Bu çaydan üçün. Əskər fləqası üçün daha dar olacaq lazımdır. 4 santim, 5 santim. Bir də hündür olmalı ki, altına çox odun qoyasan. Odu tez qaynasın. Mənim üsulum başqadır. Fləqanın boyunda bir məftil bağlamışam. Əl ağacı ilə saxlayıram odun üstündə 3-5 dəqiqəyə qaynayır. Bəzən plastik butulkada da qaynatmışam. Deyəcəklər ki, yanar, yanmır. Butulkanın içində olan su kompensasiya eləyir. Qoymur ərisin. Ancaq həcmi balacalaşır. Plastik qızıb soyuyandan sonra 1 litr tutursa tutur 850 gram. Bura xirmən kimi bir yerdir, düzəngah yerdir. Kolxoz vaxtı harada ki imkan var idi şum eləməyə, su getmirsə noxud əkirlər. Noxud quraqlıq bitkisidir. Yaxşı da olurdu. Oh. Cəmaatı təhkim edirdilər ki, gəlin noxud yolmalar. Kolxozun o qədər işçisi olmazdı. Qadınları zərb edirdilər, onlar noxudu kökündən yolurdular. Evləyirdilər qazəllis maşına. Yerə tökülənlər də olurdu. Orada noxudu yolanların payıdır. Hər ki ondan biri, ikisi. Axşama qədər noxud yolsan 4-5 kilo noxud yola bilərsin. Bu kolun dibində nəsə bir çökək var. Hansısa heyvan buranın özünə mənzil düzəldib. Vaxtı video çəkə-çəkə öldürdük. Özümüz də bu isti havada öldük. Bir videonun da sonuna gəldik. Bəlkə 15 video çəkmişəm bugün. 2 günə ancaq yükləyərəm. 20 GB internet lazım.